Xoş gördük dəyərli izləyicilər. Bu videonu bütün sosial mediadan izləyənləri salamlayıram. Sizlərlə mənəm Rövşən Məcidzadə və bugün sizə Mərdəkanda, Mərdəkanın ən prestij məkanlarından sayılan Əncirlikdə 7,2 sotun üzərində inşa edilmiş və İtalyan memarlığını özündə birləşdirən 5 otaqlı belə bir Siena və Toskana üslubunda olan bir bağ evini təqdim edirəm. Ətraflı sizlərlə bir tur edəcəm, ətraflı bütün bucaqlardan sizə çəkib göstərəcəm və sizə bildirmək istəyirəm ki, evimizin start qiyməti 515 min manatdır. Bizim müştərilərimizə xüsusi bir endirim var. Başlamaq istəyirəm həyətimizdən. Deməli, həyətə daxil olan kimi belə bir manqalımız var və bu manqalın yanında isə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Avtomobil sevənlər üçün də çox yaxşıdır. Bəzən mənə müraciət edən insanlar, müştərilərim bağlı qaraj istəyirlər. Burada sahibkar onu fikirləşib, bağ evinin bağlı qarajı da var. Və burada sol istiqamətimizdə çox belə bir gözəl yaşıl zonamız var. Burada belə bir hündür palmalar da əkilib. Şam ağaclarımız çox ayrı cür gözəllik verir qazon hissəsində. Baxın, burada belə bir skamyalarımız var, oturacaqlarımız dincəlmək üçün. Ev çox gözəl görünür. Evimiz 230 kvadratdan ibarətdir. Və əlbəttə ki, son zamanlar trenddə olan yay və qış mətbəxləri bugünkü gündə bu bağları bunsuz təsəvvür etmək olmur. Çünki evin kənarında ayrıca bir, deyərdim ki, bir istirahət məkanıdır. Fəslindən asılı olmayaraq burada siz gününüzü keçirdə bilərsiniz. Baxın, görün, sahibkar artıq burada belə bir stol da yerləşdirib, çox gözəldir. Artıq buranın mətbəx mebeli də quraşdırılıb. Evimiz əşyasız təklif olunur. İnşallah alan yoldaşlar öz zövqlərinə uyğun burada mebellər yerləşdirərlər. Hovuz olduqca çox gözəldir. Baxın, bu camlı sistemlərlə birbaşa ətrafından çıxa bilirsiniz. Evin kənarlarına da rahatçılıqla keçmək olur. Evin kənarlarında sahibkar belə bir şam ağacları əkib. İllər keçdikdən sonra o da qonşu arasında bir çəpər formasında olacaq. Ev haqqında isə bir daha məlumat vermək istəyirəm ki, evimizin fasadı təbii traversindən fasadlanıb, çox gözəl görüntüsü var. Və işıqlanması da çox gözəldir. Belə bir dirəklərimiz də var burada. Gecə vaxtı tam fərqli olur. Çalışacağım gecə fotolarını tapsam, gecə vaxtı çəkilən fotoları da yerləşdirim. Və əlbəttə ki, bağımızdakı olan hovuz. Hovuz çox gözəldir, yan tərəfə aşmadır. Adətən buna aşma-daşma hovuzlar deyirlər. Infinity tipli bir hovuzdur. Və hovuzun kənarlarında gün vannası qəbul etmək üçün belə bir lijankalarımız da var. Əlbəttə ki, istirahət zonalarını burada çox edib sahibkar. Baxın, görün, evin qarşısında birbaşa mətbəxdən keçən belə bir terasımız var və orada da yeni bağ mebelləri quraşdırılıb. Baxın, sizə ətraflı bütün bucaqlardan göstərmək istəyirəm. Hovuzumuzdur. Zövqlər müxtəlifdir. Mənim adətən xoşuma gəlir ki, yay və qış mətbəxi evdən biraz kənarda olsun. Çox gözəldir. Ətraflı sizə göstərirəm bütün bucaqlardan. Videomun dəqiqələri ola bilər uzansın. Üzürlü sayın, lakin istəyirəm ki, sizə tam ətraflı məlumat verim. Baxın, buradan da belə bir, bu bucaqdan da belə bir yaşıl zonamız görsənir. Sizə öz əmlak agentliyimiz haqqında qısa bir məlumat vermək istəyirəm ki, 10 ildən artıqdır ki, fəaliyyət göstərən əmlak agentliyimiz məxsus olan bağım.az veb saytına daxil olmaqla ətraflı bağ evlərinə baxa bilərsiniz. Hətta bugünkü gündə bazarda təklif olunan, illər əvvəl satılan evləri siz orada satılmış kimi görə bilərsiniz. Ətraflı bütün fotolar, videolar təqdim olunur. Ofis ünvanımız Mərdəkan Sergey Yesenin 334 Xalq Bankın yanı Botanika bağı ilə üzbəüzdür. Bağımız sizin etibarlı seçiminiz. Və keçəyin evə. Bir daha evə keçməmişdən öncə istəyirəm sizə tam ətraflı bir daha bucaqlardan göstərim. Terasımız və terasımızdan da birbaşa olaraq mətbəxə keçid. Baxın, buradan da çox gözəl bir görüntüsü var və nəzərinizə çatdırmaq istəyirəm ki, mərkəz yola çox yaxındır, yaxınlıqda KFC-dir, Vətən restoranı. Bir sözlə, bu ərazi son zamanlar çox populyarlaşıb və burada günü-gündən qiymətlər artır və sizin əmlaka yatızdırdığınız yatırım bir investisiyaya çevrilir. Müraciət eləyin, əlimizdən gələn köməkliyi sizə edək. Və beləliklə daxil oluram evə.
Evimiz neoklasik üslubdadır. Necə ki, eksteryeri elə də interyeri bir-birini tamamlayır. Baxın, çox geniş bir layihədir. Birlikdə sizlərlə birlikdə bir evi də tur edəcəm. Bacardığım qədər sizə ətraflı məlumat verəcəm. Deməli, evə daxil olan kimi belə bir sol istiqamətimizdə bir dolabı idi. Belə bir konsolumuz da var. Və sağ istiqamətimizdə isə mətbəxdir. Belə geniş bir mətbəxdir. Mətbəxdən bayaqki vuruladığım terasa bir çıxışdır. Və buradan nə yaxşıdır ki, çıxırsınız mətbəxdən birbaşa olaraq qəffaltı edirsiniz. Paralel olaraq yay və qış mətbəxini görürsünüz. Çox gözəldir. Evimiz isti döşəmədən ibarətdir. 4 yataq otağımız var. Evin daxilində 3 hamam otağı mövcuddur. Bir-bir indi sizə otaqları göstərəcəm. Mənim zal çox xoşuma gəldi. Genişdir. Baxın, görün necə genişlik var. Və zaldan birbaşa olaraq bağça görsənir. Pərdəni özüm kənara çəkdim ki, sizə bu bağçanın panoramasını göstərim. Baxın, İnşallah bu evi alan yoldaşlar xoş günlər keçirsinlər. Burada mebellərinizi yığarsınız. Birbaşa olaraq bağça görüntüsü, hovuz görüntüsü çox gözəl bir görünüşdür. Və beləliklə keçirəm yataq otaqlarını sizə göstərim. Bayaq vuruladığım kimi ev 5 otaqlıdır, 4 yataq otağı var. Bir-birində isə yataq otaqlarını göstərəcəm. 2 master bedroom kimi gedir, daxilində hamam otağı ilə belə bir yataq otağıdır. Baxın, tavanlarımız hündürdür. Daxilində olan hamam otağını sizə göstərirəm. Və keçirəm növbəti yataq otağımıza, layihədə olan ikinci yataq otağımıza. Belə bir yataq otağımızdır. Üçüncü yataq otağını sizə göstərmək istəyirəm. Bu yataq otağının da daxilində özünə məxsus olan hamam otağı var. Çox geniş, hündür hamam otağını da sizə göstərim. Burada dəhliz də çox genişdir, ürək açan bir dəhlizdir. Evə məxsus olan ümumi hamam otağını göstərirəm sizə. Burada belə bir şkaf da ediblər. Camaşırxana kimi istifadə edə bilərsiniz paltar yuvanı. Səliqəlidir. Və sonda 4-cü yataq otağımız. 4-cü yataq otağını da sizə göstərdim. Beləliklə, dəyərli izləyicilər, çəkilişimiz sona çatır. Sizlərlə mən idim Rövşən Məcidzadə və Bağım Əmlak Agentliyinin sizə təklif etdiyi, təqdim etdiyi bağ evlərinə bağım.az web saytına daxil olmaqla baxa bilərsiniz. Bağ evləri haqqında çox ətraflı məlumatlar veririk. Hətta web saytımızda yerləşmək yerlərinə orientir olaraq baxa bilərsiniz. Bizim əsas məqsədimiz müştəri məmnuniyyətidir. Buyurun, gəlin ofisimizdə digər ekskluziv variantları da sizə göstərək. İlk öncə xeyir nədirsə, Allah onu sizə nəsib etsin. Biz də əlimizdən gələn köməklik edək. Görüşmək ümidi ilə sağ olun. Bizim sizə təqdim etdiyimiz Bağım.az əmlak saytında siz əmlaklarla daha ətraflı tanış ola bilərsiniz. Əmlaklara aid ətraflı video və foto təqdim edilir. Məqsədimiz müştəri məmnuniyyətidir. Sizlərin etibarı bizim adımızdır. Bizimlə tanışlıqdan məmnun qalacaqsınız. Bağım.az sizin ən etibarlı seçiminiz.